sizinlə 1 milyona qədər olan ədədləri öyrənirik. Yəni 6 rəqəmli ədədləri. Mən bura bir dənə 6 ədədli rəqəm yazacağam. Bu ədəd necə oxunur? Bu ədəddə hansı siniflər var? Bu ədəddə təkliklər hansılardır? Onluqlar, yüzlüklər, minliklər. Gəlin baxaq. Biz demişik ki, ədədləri oxumaq üçün ilk öncə onları arxadan 3 neyinirik? Ayırırıq. Ayırdıq. Baxın, biz 6 rəqəmli ədədi 2 hissəyə ayırdıq. Arxadan ilk olan, bu ədəddə olan 3 nə adlanır? Siniflər. Arxadan 3 ədəd olan ilk birinci sinifimiz nə adlanır? Təkliklər sinifi. Təkliklər sinifi. İkinci ilk üçlüyümüz isə sonraki, əvvəldə olan ilk üçlüyü isə minliklər sinifi adlanır. Deməli, 6 rəqəmli ədəddə 1 milyona qədər olan 6 rəqəmli ədəddə 2 sinifə ayrılır. Təkliklər sinifi, minliklər sinifi. Gəl baxaq, bu təkliklər sinifinin mərtəbəsində hansı ədədlər durur? Minliklər sinifinin mərtəbəsində hansı ədədlər durur? Təkliklər sinifində həmişə yadınızdadır 3 rəqəmli ədəd keçəndə də 4 rəqəmli, 5 rəqəmli ədəd keçəndə də demişdik ki, ədədlər axırdan oxunur, düzdürmü? Axırdan ilk ədədimiz nə adlanırdı? Təklik. Təklik, qısa yazdım, tək yazdım. Sonra axırdan ikinci ədədimiz onluq. Üçüncü ədədimiz yüzlük. Qısa yazıram uşaqlar. Sonra minliklər sinifindəki ədədlər hansılardır? Minlik, 10 minlik, 100 minlik, 10 minlik, 100 minlik. Deməli, 6 rəqəmli ədədlərdə 2 dənə sinifdən ibarət oldu. Təkliklər sinifi, minliklər sinifi. Təkliklər sinifinin mərtəbəsində olan ədədlər təklik, onluq, yüzlük. Minliklər sinifinin mərtəbəsində olan ədədlər isə minlik, 10 minlik, 100 minlikdir. Bəs bu ədədlər necə oxunur uşaqlar? Bax, təkliklər sinifindəki ədəd 300, yüzlükdür. 3 yüzlüyümüz var, 300. 7 onluğumuz var, 70. 2 təkliyimiz var, 2. Deməli, bu ədəd neçədir? 372. Bunlar isə minliyi göstərir. 8 dənə 100 minliyimiz var, 1 dənə 10 minliyimiz var, 4 dənə minliyimiz var. Bu isə 814 dənə minlik deməkdir. Deməli, bu ədədi biz oxuyanda bu sinif minliklər sinifi olduğuna görə bu necə adlanacaq? 814 min, düzdür? 814 min 372. Bunlar təklikdə axı. Elə olduğu kimi də oxunur. 372. Gəlin biz buradan 100 minliyi sildik. Qaldı burada neçə dənə minimiz? Bax, 10 minlikdə 1 dənədir. Minlikdə 4 dənədir. 14 rəqəmi durur, düzdür? Arxasında da 3 dənə ədəd var. Deməli, bu nədir? 14372. Hə, bu minliyi də sildik. Qaldı neçə dənə min burada? 4 dənə min. Təkcə minlik qaldı. 4372. Bəs minliklərin yerində 0 dursa necə olacaq? Məsələn, buraya yazıram 5, buraya yazıram 0. 10 minliyimiz 0'ı göstərir. Deməli, burada neçədir? 5, 0, 4. Yəni 504. 504 dənə minliyimiz var. 504 oxuyursunuz. Asaddır da. Müəllim çox vaxt uşaqlar bu rəqəmlərlə ilk tanış olanda oxunuşunu bilmirlər. Axı burada ilk üçlüyü heç. Onu qoyuruq kənara. Oxumaq üçün biz buradakı ədədə baxırıq. İlk üçlüyü ayırdınız. Bura baxırıq. Neçə mindən ibarət oldu? Neçə dənə minlik var? 504 dənə. 504 min 372.
72. Aydındır. Məsələn, başqa bir ədəd yazaq. Uşaqlar, biz bu ədədi oxumaq üçün ilk tanış olduğumuz ədəddir. Nə edirik? Arxadan üstdən ayırdıq, düzdürmü? Qaldı öndə 2 ədəd. 2 ədəd hansı sinifa aiddir? Minliklər. Deməli, bu həmin ədəddə nəyi göstərir? Minliyi göstərir. Neçə mindir? 28 dənə. Deməli, bu ədəd oxuyanda belə deyirik. 28.704. Başa düşdünüz? Gördünüz oxunuşu necə sayda yolla sizə izah elədim. Məsələn, burada da arxadan 3 ədədə ayırdıq. Neçə qaldı? 5. Bu 5 nəyə aiddir? Minliklər sinifinə. Deməli, neçə min var burada? 5000 var. Bu 3 dənə ədəd nəyə aiddir? Təkliklər sinifinə. 5042. Aydındır. Çox rahat üsulla izah elədim. Görək necə tapacaqsınız.